öncə bugünkü tədbirimizi möhtəşəm edən, bugünkü tədbirimizə rəng qatan, hörmətli qonaqlarımızı salamlayıram və təşəkkür edirəm. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Kooperativlər üzrə sektor müdürü İsrafil müəllim, Sədrək rayon İcra Hakimiyyətinin nümayəndəsi İbrahim müəllim, Aqroticaret və Təchizat Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti, Elşən müəllim, AFAD layihəsinin nümayəndələri, şirkətin layihələr üzrə şöbəsinin müdürü Sona xanım, Əli müəllim, AFAD layihəsinin meneceri, hər birinizi ayrı-ayrılıqda təşəkkür edirəm ki, siz zəhmət çəkib bugünkü tədbirdə iştirak eləmək üçün gəlmişsiniz və bizim tədbirimizi daha da hörmətli, bizim tədbirimizi daha da möhtəşəm eləmişsiniz. Biz bugün bura yığışmışıq Azərbaycan Kənd Qadınları Assosiasiyasının aqrosahibkar qadınlarla iş layihəsi üzrə yaradılmış fermer istehsal istehlak qadın kooperativinin açılış mərasiminə. Aqrosahibkar qadınlarla iş layihəsi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir və bu layihə çərçivəsində Naxçıvanda və işğaldan azad olmuş Zəngilanın Ağalı kəndində aqrosahibkar qadınlarla bacarıqların artırılması və hər bir layihə sahəsində bir qadın kooperativinin yaradılması. Biz Naxçıvanda qadın kooperativinin yaradılması üçün bir çox bacarıqların artırılması tədbirləri görmüşük. Naxçıvan Dövlət Universitetinin sosial iş fakültəsi tələbələrinə sosial sahədə master-klass vermişik. Qadın kooperativi üzvlərinə biznesin idarə olunması, kooperativ quruculuğu və rəqəmsallıq barəsində təlimlər vermişik. Bugün nəhayət biz Naxçıvanda ilk yaradılmış qadın kooperativinin açılış mərasiminə toplaşmışıq. Bu, yalnız bir qadın kooperativinin açılış tədbiri deyil. Bu, əməkdaşlığın, qarşılıqlı etimadın, inamın, gələcəyə inamın təntənəsidir. Bu kooperativi təşkil edən qadınlar hərəsi Naxçıvanın bir bölgəsindən olmaqla 32 üzvü var bu kooperativin və onlar hər biri bir rayondan olduğuna görə bu tək iqtisadi deyil, həm də sosial mahiyyət daşıyır. Bu birlikdir, bu Naxçıvandakı aqrosahibkar qadınların bir araya gəlməsidir, birlikdir. Əgər birlik varsa, güc var. Əgər etimad varsa, inkişaf var. İnkişaf olan yerdə firavan gələcək var. Biz bu kooperativə firavan gələcəyi arzuluyoruz və bugün tədbirimizin hörmətli iştirakçısı və əslində bu kooperativin inaugurasiyasını etməyi xahiş etdiyimiz Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kooperativlər üzrə sektor müdürü İsrafil Həsənliyə söz veririk. Buyurun İsrafil. Çox sağ olun Gülbəniz xanım. Mən də bütün görüş iştirakçılarını salamlayıram. İcazə versəniz ilk öncə Kənd Təsərrüfatı Nazirliyi adından bir sizə salamlarını çatdırım və bizim şöbə barəsində qısa bir məlumat verim. Mən Kənd Təsərrüfatı Nazirliyi Kooperativinin fermerlər, assosiasiyalar və kooperativlər iş şöbəsinin kooperativlərin inkişaf sektoru müdürüyəm. Bizim şöbə yəni çox uzun bir tarix hissəsi yoxdur. 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərkibində yaradılmışdır və o gündən başlayaraq da bizim şöbənin əsas üç fəaliyyət istiqaməti formalaşmışdır. Regionlarda fermerlər şuraları əsasında yaradılmış və fermerlərin problemlərin qaldırılaraq nazirliyə çatdırılması və fermerlərin problemlərin həll olması istiqamətində digər assosiasiyaların, ölkədə assosiasiyaların yaradılması, təsis olunması və onların dəstəklənməsi istiqaməti və üçüncü ən vacib sahələrdən biri olan sizin kooperativlərin inkişafı məsələsidir ki, biz artıq 2018-ci ildən başlayaraq ölkədə birbaşa kooperativlərin yaradılmasına dəstək veririk və artıq Sırf Nazirliyin dəstəyi ilə, Nazirliyin
belə deyim də, təşəbbüsü ilə artıq ölkədə 62 dənə kooperativ təsis olunmuşdur. Son 3 ildə isə əsasən bizim işğaldan azad olunmuş bölgələrdə spesifik kooperativlərin təsis olunmasından bağlı artıq fəaliyyətə başlamışıq. Artıq orada da bizim 20-yə yaxın kooperativimiz qeydiyyatdan keçmişdir. Və bu gün də çox sevindirici haldır ki, artıq Gülbəniz xanımın təşəbbüsü ilə onun verdiyi töhfə nəticəsində Naxçıvanda da ilk qadın kooperativi, istehsal sisteminin qadın kooperativi təsis olunma prosesindədir. Artıq çox sonuncu mərhələlərdəyik. İnşallah bu mərhələni keçdikdən sonra kooperativ təsis olunacaqdır. Bildiririk ki, bugünkü tədbirimizdə Sədərək rayon icra hakimiyyətinin nümayəndəsi iştirak edir. Bu kooperativin üzvlərinin çoxu Sədərəkdən olduğu üçün, kooperativin əsas ata evi Sədərəkdə olduğu üçün biz Sədərək rayon icra hakimiyyətindən bu işin aparılmasını qərara gəldik. Bu tədbirdən sonra da Aqrar Ticarət və Təchizat Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Sədərək rayonunda sahibkar qadınların bizneslərinə baxış keçirəcək qiymətləndirmə aparacaq. Ona görə İbrahim müəllim, bizim əməkdaşlığımız uzun sürən bir əməkdaşlıqdır. Bugünkü iştirakınız üçün təşəkkür edirik və sözü məmnuniyyətlə sizə veririk. Buyurun. Görüşün təşkilatçılarına minnətdarlığımı bildirir. Bütün iştirakçıları Sədərək rayon icra hakimiyyəti aparatı adından salamlayıram. Bugün mən sizə Sədərək rayonunun zəhmətkeş qadınlarından biri olan Mehbara xanım haqqında danışmaq istəyirəm. Hər bir ruhunun arxasında böyük zəhmət və azm dayanır. Mehbara xanımın həyat yolda bunun bariz nümunəsidir. O fəaliyyətlər məhdud imkanlarla başlasa da qarşılaşdığı çətin işlərə baxmayaraq öz məqsədindən geri çəkilməmiş, ailəsinin dəstəyi və öz fədakar əməyi ilə təsərrüfatını addım-addım inkişaf etdirmişdir. Bugün artıq Mehbara xanım yalnız öz ailəsinin faxana töhfə verən bir təsərrüfatçı deyil, həm də rayonumuzda qadın sahibkarlığının, ailə təsərrüfatının uğurlu nümayəndələrindən biridir. Onun istehsal etdiyi məhsullar keyfiyyəti və təqilliyi ilə seçilib, arzıların rəğbətini qazanır. Qısa olaraq qeyd etmək istəyirəm ki, Mehbara xanım Naxçıvanda keçirilən bütün festivalların fəal iştirakçısıdır. O, hər il öz zəhməti bəhrəsi hesabına festivalda istehsal elədiyi məhsulları nümayiş etdirir, milli dəyərlərimizin yaşadılmasına və ailə təsərrüfatı ənənələrinin inkişafına dəyərli töhfələr verir. Bugün bizim görüşümüzün dəyərli qonağı Aqrar Ticarət və Təchizat Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü Elşən Məmmədov iştirak edir. Aqrar Ticarət şirkəti haqqında yəqin ki, Elşən müəllim sizə məlumat verəcək, amma bu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən bir dövlət şirkətidir və fermerlərin bazara çıxışı, onların məhsullarının brendləşməsi, onların satışına dəstək sahəsində misilsiz fəaliyyəti var və mən xüsusilə çox yüksək qiymətləndirirəm. Aqrar sahədə olan qadınların irəli çəkilməsində bu şirkətin çox böyük töhfələri var və konkret nəticələri var. Məsələn, bu şirkət yaranana qədər 2019-cu ildə yaranıb, səhv eləmirəmsə, bizim asosiasiyada elə 2019-da yaranmışdı, oradan yadımda qalıb. Ona qədər heç bir fermer qadının adı hallanmırdı, yəni tanınmırdı fermer qadınlar. Amma bu şirkət indi elə potensial fermer qadınlar meydana çıxarıb və onların məhsullarının brendləşməsinə kömək eləyib, istehsalına kömək eləyib, onların bacarıqlarının artırılmasına kömək eləyib və Azərbaycanda ilk və yeganə fermer qadınlar üçün ilk və yeganə milli layihə olan AFAQ layihəsində bu şirkət icra eləyir və böyük məmnuniyyətlə Elşən müəllimə bir söz veririk. Buyurun Elşən müəllim. Təşəkkür edirəm Gülbəniz xanım. Mən də tədbir iştirakçılarına qonaqları, həmşərilərimi salamlayıram. Həqiqətən bu qədər bu sayda zəhmətkeş xanımları birlikdə görmək bizi sevindirir. Təmsil etdiyimiz qurum Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətidir. Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumudur. Fürsətdən istifadə edib qurumun rəhbəri Elgün müəllim Məhəmməd Azadə adından salamlarımı çatdırıram. Gülməniz xanımıza təşəkkür edirəm. Elgün müəllim də bu fikirlərimizi çatdırmağı bildirdi.
Düşünürəm ki, layihə haqqında bizim məsul rəhbərimiz Sara xanım gedişatda məlumat verəcək. Mən bir məsələdir ki, ölkəmizin kənd təsərrüfatında kooperasiya münasibətlərinin inkişafı, firmələrin birgə fəaliyyətinin təşviqi və onların bazara çıxış imkanlarının genişlənilməsi dövlətimizin prioritet istiqamətlərindəndir. Bu istiqamətdə bu gün Naxçıvan Muxtar Respublikasına fəaliyyət göstərən aqrosahibkar qadınların bir araya gətirməli fermer, istehsal, istehlakçı qadın kooperativi yaradılır. Kooperativin üzvləri heyvandarlıq, quşçuluq, meyvə qurutma, meyvə tərəvəz emalı, qida və dərman bitkilərinin toplanması, eləcə də Naxçıvan yerli məhsulların istehsal ilə məşğul olurlar. Həqiqətən sevindirici halda ki, bu məhsullar artıq Türkiyənin müxtəlif bölgələrinə eyni zamanda sifariş əsasında Bakı şəhərində göndərilir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən aqrar tədarük və təchizat açıq sənəd cəmiyyəti olaraq məqsədimiz yalnız istehsalı dəstəkləmək deyil, həmçinin fermerlərin bazara çıxış imkanlarını genişləndirmək, məhsulların qablaşdırılması, brendləşdirilməsi və marketing istiqamətində onlara dəstək göstərmək. Bu istiqamətdə izlədiyimiz AFAQ layihəsi ilə mühüm nəticələr əldə edib, görüş əsnasında Sona xanım barədə daha detallı məlumat verəcək və bildirmək istəyirəm ki, bu günə dək layihə çərçivəsində 449 fermerə dəstək göstərilib, 4 korporativin fəaliyyətinə töhfə verilib, Xocalıda 2 yeni korporativ yaradılıb və 1000-dən çox iştirakçı müxtəlif praktiki təlimlər cəlb olunub. Əldə olunan bu nəticələr qadınların aqrar sahədə iqtisadi fəallığının artırılmasına və dayanıqlı kənd təsərrüfatının inkişafına xidmət edir. İnanırıq ki, Naxçıvanda yaradılan fermer, istehsal, istehlakçı qadın korporativ və qadın fermerlərin əməkdaşlığını gücləndirəcək, onların gəlirlərinin artmasına və yerli məhsulların yeni bazarlara çıxışına mühüm töhfə verəcək. Təşəbbüsün həyata keçirilməsində göstərdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə Sətrəyra İcra Hakimiyyətinə, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə xüsusi təşəkkürümüzü bildiririk və inanırıq ki, gələcəkdə kənd təsərrüfatının inkişafına xidmət edən uğurlu layihələr həyata keçirəcəyik. Diqqətinizə görə təşəkkür edirəm. Hər birinizə işlərinizə uğurlar hazırlayan bol enerji və nailiyyətlər diləyirəm. Biz bu təqdimatın tərkibində 5 dəqiqəlik bir kiçik film hazırlamışıq, amma bu film profesional film deyil, onu bizim asosiasiyanın işçiləri, həvəskar işçiləri hazırlayıblar. Azərbaycan Kənd Qadınlar Asosiasiyası barədə biz bəzi məlumatları verdik, amma mən indi bu təşkilatın missiyasını mən sizə bildirmək istəyirəm ki, Kənd Qadınlar Asosiasiyasının missiyası ondan ibarətdir ki, biz kənd qadınlarını sahibkarlıq və liderlik vasitəsilə onların həyatını dəyişmək istəyirik. Və bizim vizyonumuz isə ondan ibarətdir ki, kənd qadınları öz inkişafına dəstək göstərməlidir. Yəni, düşünərsiniz ki, necə öz inkişafına dəstək göstərməlidir? Bugün 30'a yaxın kənd qadını gəlib əgər bu tədbirdə iştirak edirsə, o özünün inkişafı üçün təşəbbüs göstərmiş olur. Yəni, biz bunu nəzərdə tuturuq. Bizim modelimiz dünyaca məşhur olan qadın özünə kömək qrupu modelidir. Qadın özünə kömək qrupu modeli haqqında təlimlərdə sizə məlumat verilib. Universitetin Sosial İşlər Fakültəsinin tələbələrinə biz bu model haqqında məlumat vermişik. Bu elə bir modeldir ki, qadınlar bir araya gələrək bir-birinə dəstək olurlar və öz daxili resursları hesabına kiçik bizneslər yaradaraq gələn gəlirlərlə öz ailəsinin rifahının yaxşılaşdırılmasında rol oynayırlar. Naxçıvan millilərin zəhmətini yaşadan və bu torpaqlarda qadınlar həmişə istehsal edir. Ailəsinin dolanlığı, ənənələri qoruyur. Təbiətdə yaşayan qeymətləri isə bolluğa çevrilirlər. Ancaq onların zəhməti çox zaman yalnız yaşadıkları kəndində dolaşır. Çünki tək başına bazarlara çıxmaq, yeni alıcı tapmaq, məhsulu tanıtmaq, brend yaratmaq heç də asan olmuyor. Amma hər böyük yol ilk addımla başlayır. Bugün həmin ilk addımın adı fermer istehsal, istehlak qadın kooperatividir. Növbəti çıxışçı, o sizin üçün çox əhəmiyyətli bir çıxış olacaq. Çünki aqrar təchizat və aqrar tədarük və təchizat Açıq Səhmdar Cəmiyyətinin layihələr şöbəsinin müdürü Sevimli Sona xanım AFAQ layihəsi haqqında sizə təqdimat edəcək və siz görəcəksiniz ki, bu necə möhtəşəm bir layihədir. Hər vaxtınız xeyir olsun. Hörmətli xanımlar, cənablar, əziz korporativ üzvləri.
İlk öncə sizin hər birinizi təbrik edirəm yeni kooperativin yaradılması münasibətilə və Aqrar Tədarük və Təhsilat Açıq Səhmdar Cəmiyyəti adından bir təqdimat eləmək istəyirdim. Bizim sosial fəaliyyətlərimiz haqqında qurum olaraq Kənd Təsərrüfatı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən qurumu və bizim də fermerlərə dəstək məqsədi ilə həyata keçirdiyimiz bir neçə sosial fəaliyyətimiz vardır. Bunlar AFAQ layihəsi, Aqrar Fəaliyyətli Azərbaycan Qadınları, Şəhərdən Kəndə layihəsi aqroturizmi dəstəkləyir və hətta şəhər yarmarkalarımız daimi olaraq keçirilir. Deməli, indiyə qədər Şəhərdən Kəndə layihəsi çərçivəsində biz ümumilikdə 484 fermerə praktik təlim keçmişik. Bu təlimlər nədən ibarətdir? Tutaq ki, Şəkidə Biogarden var. O təsərrüfata biz dəstək göstərmişik. Bugün onun çox gözəl təsərrüfatı var və digər təsərrüfatı, agroturizm potensialı olan digər təsərrüfatları biz ora tura aparırıq və onlara praktiki yerində təlim xidmətləri göstəririk ki, siz də hansı işləri görməklə belə böyük bir təsərrüfata çevrilə bilərsiniz və bu təlimləri təbii ki, təsərrüfat sahibləri əksərən özləri keçirirlər ki, praktik suallara da cavab verilə bilsin. Sosial mediada zaman-zaman bizim səhifələrimizdə məlumat xarakterli informasiyalar paylaşılır. Zaman-zaman orada görüntülü, video təlimatlar olur. Onları izləməyinizi xahiş edirik, oradan qeydinə keçə bilərsiniz. Bundan əlavə bizim Naxçıvan ərazisində ümumiyyətlə həftə sonu və digər xarakterli yarmarkalar keçirmək kimi planlarımız da var gələcəyə doğru. Bu planlarımızı həqiqətən gerçəkləşdirmək istəyirik. Bu istiqamətdə də zaman-zaman görüşlərimiz olur və bu yarmarkalar, qeyd etdiyimiz həftə sonu yarmarkaları hal-hazırda Bakı şəhərində bir neçə başqa regionlarda da keçirilir və bu yarmarkalar fermerlərə birbaşa iqtisadi rifahının yaxşılaşdırması üçün bir fürsət yaradır. Yarmarka vasitəsilə fermerlər öz məhsullarını sata bilir, hər birini cavablandıra bilir. Dediklər düzdür, çünki biz əkirik, bezəririk, amma davamını gətirə bilmirik. Məsələn, mənim yoldaşım calaq vurur, bir ağaçda 5 meyvənin calağı var. Bunu bizdən başqa heç kimsə bilmir. Məsələn, başqa yerdən gələnlər, bura turistlər niyə gəlməsin deyir. Biz onu qabağa apara bilmirik və aparmaq istəyirik. Yəni, çox insanlar gələcəyinlər, yəni bunun davamını gətirmək istəyirik və buna bizə dəstək olunmasını istəyirik ki, biz onu necə turisti gətirə biləcəyik? Bizə kimsə kömək lazım və bu bizim Naxçıvanda vardır, bunu itməsini istəyirik, yəni bunun inkişaf edilməsini istəyirik. Bu baxımdan qeyd etdiyimiz ikinci layihəmiz Tuvillis'dir, İngiliz dilində adı, saytın adı o şəkildədir. Orada qeydiyyatdan keçə bilərsiniz, davamlı orada qeyd etdiyim məlumatları da orada görə bilərsiniz və bizim də istəyimiz fermerlərə bu və ya digər vasitələr dəstək olmaq, rifahının yüksəlməsi, agroturizm istər, fermer məhsulunun satışı birbaşa. Bütün məsələlərdə bizim əsas missiyamız, prioritetimizdir. Haqlısınız və biz də istəyirik ki, sizin kimi, qeyd etdiyiniz kimi fermerlər, fermer ailələri güzaranı yaxşı olsun ki, bunu davamına edə bilsin. İndi isə bugünkü əsərimizin qəhrəmanı Sədərək rayonunun şərəfli aqro sahibkarı, fermer qadın istehsal istehlac qadın kooperativinin sədri Mehparə Hüseynovaya söz verək və xahiş eləyək ki, o tribunadan çıxış eləsin ki, onun çıxışının əzəmətini daha yaxşı hiss eləyək. Buyurun. İstiqamətində görülən işlər Muxtar Respublikamızda da yan keçirmir. Hər bir vətəndaşın sosial müqayisəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır və onlar barədə şərait yaradılır. Yaradılan şəraitin iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlər verilməsi istiqamətində atılan addımlar biz qadın sahibkarların fəaliyyətinin dairəsində daha genişlənməsi ilə nəticələnən bu isə söz növbəsində yeni iş yerlərinin yaradılması, məşğulluğunun təmin olunması deməkdir. Cəmiyyətə olan iqtisadi gəlirlərin artırılması və ailə büdcəsinin dəstəyinin güclənməsi, həmçinin kənd qadınlarının özünə inam hissinin formalaşmasına töhfə verməkdən ibarətdir. Bu töhfədə bizə öz payımıza
Bu töhfədə biz də öz payımızı almışıq və inanırıq ki, birliyimiz, fəaliyyətimiz daha da güclənməsinə səbəb olacaqdır. Həyəcanlıyam, həyəcanımı verir. Çox təşəkkür edirəm. Bugün həqiqətən biz çox əziyyət çəkərək addım-addım gəlib bugünkü uğurumuza nail olmuşuq. Hamınıza çox təşəkkür edirəm. Bakıdan gələn qonaqlarımıza və mənim bu geniş ailəmə. Təşəkkür edirəm. Fermer Qadın Kooperativinin rəhbərinin çıxışına qulaq astınız. İndi isə kooperativ üzvlərindən Samiyə xanıma söz vermək istəyirik. Samiyə Həsənova. Samiyə xanım Ordubad rayonundandır, kooperativin üzvüdür, istehsalçıdır, aqrar sahədə fəaliyyəti var, qeyri-təsərrüfat sahəsində də fəaliyyəti var. Buyurun, söz sizindir Samiyə xanım. Salam, tərbiyəsi salamlayıram. Ən başda da sizləri sağ olun. Mən də çox çətinliklərlə başa gəlmişəm. Toxuculuqla başlamışam ən başdan. Əziyyətim oradan başlayıb. Biz ailə təsərrüfatçısıyıq. Sonra işimizi qura-qura, Mehbarə xanımın da çox dəstəyi olub mənə hər bir barədə. Yəni, həvəsdən düşmədiyə, irəli getdiyə, yəni bu mənim yanımda çox olubdur həqiqətən. Ona çox təşəkkür edirəm ki, mən Spansilə çox təşəkkür edirəm. Sağ olun. Bugün buradayımsa sizin sayəsində. Çox sağ olun. Çox sağ olun. Və nəhayət tədbirimizdəki axırıncı çıxış Naibə Hacıyeva, Sədərək rayonu. Ah, yaxınımızdaymış ki, buyurun Naibə xanım. Hamınızı salamlayıram. 2017-ci ildən biz bu işlə məşğuluq. Mihbarə xanımdan sıfırına başlamışıq biz. Əvvəlcə öz evlərimizə konsertlər eləyirdik. Əkin sahələrimiz öz həyətimizdən yığırdı, sonra hökumətimizdən bizə torpaq sahəsi ayrılıb. Bilirsiniz ki, bizim də yaşadığımız yer sərhəd bölgəsidir. Bizim işlədiyimiz bağ əkin yeri, haradasa 100 metrləndir ermənilərlə məsafəmiz. Biz orada çalışmışıq, əkmişik, özümüz əkib, gətirib özümüz istehsal eləmişik. Konservlər neçə dəfə biz festivallarda birinci yerə çıxmışıq, Naxçıvanda. Həmən bu dediyimiz qalada. Nə bilim, Türkiyə kimi məhsullarımız gedib çıxıbdır, Bakının da neçə rayonlarında olubdur bizim məhsullarımız. Bir də biz Bakıda 2 dəfə festivala çağırıqlar. Orada bizim elədiyimiz qavurmalar, yəni Bakıdan rayonlarından gəlmişlər, onlar inanmır. Deyirdi, siz necə eləyirsiniz, siz bunu yağda saxlayırsınız, biz deyirdik, qaxac eləyirik ətlərimizi. İndiyə kimi də gəldik, Mihbarənin hesabına bu yerə çatmışıq, hamımızın da əlimiz pula çatır, demək olar ki, gördüyünüzdə xanımlar bunlardır da, 2-3 nəfərdən gəlib 30 xanıma çıxmışıq. Media bizə çox dəstək olub. Bir əsas ailələrimiz. İlk başladığımız gündən bizi hər zaman tanıtmağa çalışır. Evdə hər bir hazırladığımız məhsulu Şah Qapısı qəzetində reylis hazırlayırlar, verirlər. Sağ olsunlar. Məndə presimiz var, hər birimizə verəcəm onu. Buyurun. Xanım da nəsə demək istəyir. Şah Qapısı qəzetində. Yəni mən burada hər birinizin çıxışına diqqətlə dinlədim. Düşünürəm ki, deməli, Gülbəniz xanımı sosial şəbəkələr üzərindən tanımışam. İşimlə əlaqədar olaraq mən yerlərdə çox oluram. Onu da bildirim ki, Naxçıvan tarixən aqrar bir bölgədir. Ona görə də düşünürəm ki, həm Gülbəniz xanımın layihələri, həm APAQ layihəsi bu bölgədə çox uğurla həyata keçiriləcəkdir. Və burada İbrahim müəllim də dedi, düzdür, bizim qadınlar çox fədakardırlar. Mən yerlərdə oluram, bəzən o müşahidələri mən də aparıram. Amma deyim ki, bizim Naxçıvanda çox yaxşı təsərrüfatlar vardır. Məsələn, deyək ki, Şərqi bölgəsi əsasən əkinçilik sahəsi üzrə ixtisaslaşıbdır. Ordubad deyək, bağçılıq sahəsi üzrə daha məşhurdur. Əgər yəni biz bu müqayisələri eləsək və yaxud da yaxşı təsərrüfatlar axtarsaq, konkret ünvanlar vardır, konkret hədəflər bəllidir. Yəni, bu sahədə mən özüm də Mihbarə xanıma dəstək olacağım. Bütün çıxışçılara təşəkkür edirəm. Mən özümə də çox təşəkkür edirəm ki, bugün biz bu günəşi bol, insanları dəyərli, məhsulları dadlı Naxçıvanda yeni bir dəyərin yaradılmasında azacıq da olsa bizim əgər bir rolumuz oldusa, naxoş bizə. Mən əminəm ki, bu yaradılan qadın kooperativi Naxçıvanın bir dəyəri olacaq, Naxçıvanın bir gülü, çiçəyi olacaq. Naxçıvanın iqtisadiyyatının inkişafında, Naxçıvanın sosial mühitinin formalaşmasında da bu kooperativin rolu olacaq. Çünki bu kooperativ qadınların həm də sosial birliyidir. Bugün çox məhsuldar bir gün oldu bizim üçün.
Bugün biz maraqlı çıxışlara qulaq astıq, çox hörmətli qonaqları qəbul elədik, onların çıxışlarına qulaq astıq. Naxçıvanda yeni yaradılan qadın kooperativi ilə tanış olduq, AFAQ layihəsi ilə biz tanış olduq ki, bugünkü gün sizin növbəti uğurlarınızın başlanğıcıdır, addımdır. Bayaq Mehpara xanım dedi ki, yox, bu xanım dedi ki, Naibə xanım dedi ki, Mehpara xanım mənə sıfırdan başlamağı kömək edir. Bax, unutmayın, biz bilməliyik ki, heç nə birdən-birə olmur, hər şey sıfırdan birə olur. Gəlin bugünkü tədbirimizi biz növbəti o möhtəşəm uğur, indiyə qədər də uğurlarınız var. Çox böyük uğurlarınız var, nəzərə çarpacaq uğurlarınız var, tarixə düşəcək uğurlarınız var. Amma bundan sonraki uğurlarımızın bir başlanğıcını kimi bugünü qəbul eləyək, növbəti AFAQ layihəsi ilə sizin əməkdaşlığımızın ilk günü, ilk addımı biz hesab eləyək və ümid eləyək ki, bütün bu fəaliyyətlərimizin çox böyük, dəyərli, əhəmiyyətli nəticələri olacaq. Mən istəyirəm ki, bugünkü bu tədbirimizi yekunlaşdırmaq üçün onsuz da İbrahim müəllim də çox gözəl çıxış elədi, Elşən müəllim də çox gözəl çıxış elədi, İsrafil müəllim də. Amma bugünkü kooperativin inaugurasiyasını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kooperativlər üzrə sektor müdürü İsrafil Həsənli etdiyi üçün mən istəyirəm ki, onun son çıxışı ilə da biz bugünkü tədbirimizi yekunlaşdıraq. Təşəkkür edirəm Gülbəniz xanım. Valla mən çox qürurlandım, çox möhtəşəm bir tədbir oldu. Həqiqətən hər şeyi yerində, zamanında ifadə elədik və bugünkü günü də biz bir rəhbərliyinə çox qürurlanaraq çatdıracam. Həqiqətən bu gün çox möhtəşəm bir gündür və Azərbaycanda aqrar sahənin Naxçıvan Muxtar Respublikasında inkişaf üçün çox böyük töhfə verəcəyi bir gündür. Çünki ilk dəfə olaraq burada qadın kooperativinin bugün inaugurasiyasını keçirdik və ümid edirəm ki, inanıram ki, biz növbəti bugün 32 üzrü gələcəkdə növbəti 100-200 üzrü olaraq qeyd edəcəyik və Elşən mənim demişkən, satışda bir brend marka şəklində siz artıq bütün ölkə üzrə daha sonrası ixrac yönümlü bir məhsulu ortaya çıxarasınız və biz də baxaraq qürur duyasınız. Yenə təbrik edirəm. Sizin bu təşəbbüsünüz üçün həqiqətən ilklər çox çətin olur və ilk addımsız addımınız üçün sizi təbrik edirəm və növbəti fəaliyyətinizə uğurlar arzulayıram. Sağ olun. Bununla da bizim bugünkü tədbirimiz sona çatır və növbəti tədbirlərdə görüşmək ümidi ilə biz sizdən bu gün ayrılırıq.